Uğur mənə yaz. Rəqəmlərinin cəmi 6 olsun. Evet. Və cüt ədəd olsun. Ən böyük 2 rəqəmli ədəd. 60. 60. Biraz sürətli yaz Uğur. Aha. Evet. İndi ən böyük olsun, rəqəmlərin cəmi 6 olsun və tək ədəd olsun. 51. 51 yaz. Orada yoxdur. Görürsən yazmışam burada bax. Aha. İndi ən kiçik olsun 2 rəqəmli ədəddən danışırıq və ən kiçik rəqəmlərin cəmi də 6 olsun. 15. 15. Afərin. Aha. İndi rəqəmlərin cəmi 5 olsun və cüt ədəd olsun. Ən böyük rəqəmi 50. Altına yazırıq. Aha. Ən böyük təki hansıdır? 41. 41. Afərin. Aha. Ən kiçiyi hansıdır? 14. 14. Afərin. Rəqəmlərin cəmi 7 olsun. Ən böyüyünü yaz. 70. 70. Ən böyük təki hansıdır? 2. Rəqəmlərin cəmi 7 olsun. 34. Yox, rəqəmlərin cəmi 7 olsun. Ən böyük təki deyirəm. Tek. Tək. Markeri bağla, Uğur fikirləşənə qədər. Ən böyük tək. Bura bax. Bura baxanda başa düşəcəksən. Bura bax. Aha. Ən böyük olsun, tək olsun. Hansıdır? Evet. Bax, 51 ilə tək aldın. Hə, altını aldın. 41 ilə də tək aldın. Yox. Təki deyirəm, təki. 20. Təki. 60, 60. 61, 61, 62, 8 eləyir. Yazırıq 61. 61. Aha, ən kiçiyi hansıdır? 1, 1. Ən kiçiyi hansıdır? 16. 16. Bana, rəqəmlərin cəmi 3 olsun. Ən böyük 2 rəqəmli ədəd. 30 yazırıq. Bana, əlini lövhə edirəm ki, marker yazsın. Aha, rəqəmlərinin cəmi 3 olsun. Ən böyük olsun, tək ədəd olsun. 12. Yox. 12. Aha, 21. Aha. Bana bu tərəfdən yazırıq. Aha. Ən kiçiyi hansıdır Banu? Banu, bu biri qəşəng yaz. Aha. Ən kiçiyi hansıdır? 11. Yox, yox Banu. Rəqəmlərin cəmi 3 olsun. Ən böyük təki 21-dir. Ən kiçiyi hansıdır? Ən kiçiyini düzəlt. Rəqəmlərin cəmi 3 olsun. Aha. Ən kiçik. 10, 12. 12 yazırıq. Bu o tərəfdən ən kiçiyin altından. Banu, ən kiçik sözü var burada Banu. Ən kiçiyin altından. 12. Rəqəmlərin cəmi 2 olsun. Ən böyük hansıdır Banu? 20. 20. 20 Banu, yaz 20. Aha. Ən böyük təki hansıdır? 11. Aha, 11. Ən böyük, aha, orada 11 yaz. Ən kiçiyi də 11'dir Banu. Orada yazırıq 11. Ən böyük təki də odur.